Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən oktyabr ayına proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçəcəksiniz. Çalışın intuitiv seçin, yəni məntiqlə deyil, intuitiv olaraq hansını hiss edirsiniz, hansı daha çox sizi çəkir variant olaraq, onu da seçin. Deməli, 3 dənə variantdır. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edə bilərsiniz. Deməli, seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən sizə çox gözləmək istəmirəm və birinci variantdan başlayıram. Deməli, burada sizi ay boyu hansısa qeyd etmə prosesi gözləyə bilər, ya da hansısa belə bir hadisə baş verəcək, hansında ki, siz nəyisə qeyd etməli olacaqsınız. Həmçində gözəl dostluqların və gözəl hansısa birlikdəliklərin bol olacağı bir ay gözləyir. Yəni, deyək ki, hansısa bu qrup şəklində hansısa bir proses ola bilər, hansında ki, siz nəyisə qeyd edirsiniz, amma bu qrup şəklində baş verir. Tək bir adamla deyil, bir neçə adamla baş verən bir hansısa tədbir ola bilər, ya da hansısa bir deyək ki, bayram ola bilər. Yəni belə bir şey mümkün ola bilər ay boyu. Həmçinin də belə bir şey də ola bilər ki, sizin deməli dostluq və ortamlarınız genişləyəcək. Yəni bir neçə ortamlara girəcəksiniz cürbəcür və gözəl dostluqlar qura biləcəksiniz. Deməli, həmçinin də qeyd etmək istəyirəm ki, deməli maddiyyatınızda burada o həmin qeyd etmə dediyim şey həmin belə bir yerlərə xərclənə bilər, ya da belə bir yerlərdən də gələ bilər. Yəni siz əgər əyləncə sferasında işləyirsinizsə, ya da restoran sferası olsun, yəni belə əyləncə sektorunda işləyirsinizsə, belə yerlərdən sizə pul gələ bilər və həmçində belə yerlərə siz pul xərcləyə bilərsiniz. Dediyim kimi, bu həm nəyisə qeyd etmə, hansısa yeyib içmə stolları və restoran, kafe belə yerlərə xərcləmələriniz ola bilər. Deməli, ay boyu sizi bəzi qıcıqlanma prosesləri də gözləyə bilər. Yəni sizin qıcıqlanacağınız, ya da özünüz belə ola bilərsiniz ki, ay boyu səbəbsiz qıcıqlanırsınız hər şeyə. Yəni belə bir əhval-ruhiyyədəsiniz və hirslənirsiniz, qıcıqlanırsınız. Yəni belə bir şey mümkündür. Ya da belə bir hadisə baş verəcək, hansı ki, sizi qıcıqlandıracaq və hissləndirəcək. Deməli, şəxsi həyatınızda burada sizin seçim mərhələsi ola bilər. Həmçində danışıq prosesi ola bilər. Kiminləsə danışıb, amma bu danışıq daha çox dayanışmaya bənzəyə bilər. Yəni qarşı tərəf öz hansısa arqumentlərini gətirir, siz öz arqumentlərinizi gətirirsiniz və bu danışıq artıq dayanışmaya dönür. Deməli, həmçinin belə bir situasiya yarana bilər ki, deməli, qarşınıza çıxan insanlar sizə uyğun olmasın. Yəni siz fikirləşə bilərsiniz, seçim qarşısında qala bilərsiniz. Seçim seçməyin, bu adamı uyğundurmu, uyğun deyilmi? Həmçinin də deməli qarşı tərəfdən də seçim gözləmiş ola bilərsiniz. Amma bu insan ya seçimi rədd edə bilər, yəni istəməyə bilər seçim etmək, ya da ki, seçim sizin tərəfinizə olmaya bilər. Yəni seçim başqa insanların tərəfinə, başqa insanın tərəfinə yönələ bilər. Diqqətli olun. Həmçinin də qeyd etmək istəyirəm ki, çalışın ay boyu şəxsi həyatda danışığı qurarkən konfrontasiya getməyin. Yəni çalışın davalaşmayın, çalışın sporlaşmayın. Çünki bu sizin xeyrinizə olmayacaq, daha da uzanacaq, yuvanacaq məsələ. Çalışın biraz daha, necə deyərlər, istiqanlı olun, daha belə pozitiv olun, yəni çox da uzatmayın hər hansı bir danışığı, söhbəti. Deməli, işinizdə və ya təhsilinizdə isə burada biraz toksik situasiyalar yarana bilər. Yəni toksik dediyim sizin istəmədiyiniz davalar, istəmədiyiniz söz-söhbətlər, həmçinin də
həm bu qarşı tərəfdən gələ bilər, yəni işinizdə və ya təhsilinizdə, ya da sizdən gələ bilər və bu proses yuvana bilər. Hamısının da bütün insanların, yəni kim ki bu məsələdə olacaq, hamısının qəlbi qırılacaq, xüsusən də sizin. Ona görə diqqətli olun davalarda, hər hansı bir deyək ki, toksik münasibətlərdə, situasiyalarda çalışın uzatmayın, çalışın bunu böyük bir şeye çevirmeyin. Həmçinin də qarşı tərəfdən, yəni işinizdə və ya təhsilinizdə başqa insanlardan belə şey görəndə çalışın fikir verməyin. Sanki heç baş verməyib. Yəni ay boyu sizə tövsiyə olunur ki, belə işlərə, yəni belə insanlara ya da belə situasiyalara baş qoşmayasınız. Yəni başqa insan sizin enerjinizi əmməyə çalışırsa, sizdən nəsə, yəni xətrinizə dəyməyə çalışırsa, çalışın belə şeylərə getməyəsiniz. Yəni belə situasiyalarda onların istədiyi kimi davranmayasınız. Deməli, burada ay boyu siz qapana bilərsiniz. Yəni bu həm hansısa deyək ki, gündəlik məsələlərdə qapana bilərsiniz. Həmçində bu belə ola bilər ki, emosional qapana bilərsiniz. Yəni deyək ki, bu həm sizin nəyisə etməmək istəyinizlə bağlı ola bilər. Həmçinin də açılmaq istəmirəm, nəyisə etmək istəmirəm. Yəni burada total bir qapanıqlıq müşahidə olunur. Həmçində belə situasiyalar yarana bilər ki, sizin belə qapanıqlığınıza gətirib çıxartsın. Həmçində burada belə bir insanlar qabağınıza çıxa bilər ki, yəni o insandan işiniz asılıdır ya da o insandan siz ay boyu asılısınız ya da ondan nəsə gözləyirsiniz, amma o insan qapalıdır. Yəni ümumi baxımdır deyənə belə insan da çıxa bilər, hansı ki sizin üçün çox vacibdir, amma o insan qapanıq davranır. Yəni nəyisə edirsə də belə bunu çox necə deyirlər, azar-azar edir. Yəni həm burada emosional cimrilik var, həm də ki real bir cimrilik var. Haçan ki pul ya da nəyisə etmək istəmirik, xərcləmə etmək istəmirik ya da həmin addımları atmaq istəmirik. Yəni bu cimrilik hər şey aiddir. Nəinki maddiyyata, həmçinin emosionallığa ya da hansısa hərəkətlərə cimrilik istəmirik edək. Yəni bu sizin tərəfinizdən də ola bilər, həmçinin də qarşı tərəfdən ola bilər. Həmçinin də deməli şəxsi həyatınızda burada deməli təksinizsə sizə tövsiyə olunur ki, çalışın tez-tez başqa yerlərə gedin. Yəni başqa yerlərdə, yəni sadəcə ev, iş ya da ev təhsil deyil də ya da evdə oturmayın. Daha çox kafe, restoran, əyləncə məkanlarına, əyləncə yerlərinə tez-tez çalışın gedəsiniz. Əgər siz tək deyilsinizsə, həmçinin bu sizə də aiddir. Yəni ikinci yarınızla çalışın belə yerlərə gedin, yəni belə yerlərdə təksinizsə belə yerdə özünüzə uyğun bir insan tapa bilərsiniz. Deyək ki, kafe, restoran, kino, belə yerlərdən tapa bilərsiniz, qarşılaşa bilərsiniz. İlişkidəsinizsə, ilişkidə hər hansı bir problem varsa, birlikdə belə yerlərə getməyiniz tövsiyə olunur. Həmçində bəzi insanlarda burada belə bir şey aktual olacaq ki, onlar distansiyada bir ilişki qursunlar. Yəni deyək ki, ilişki qurduqları insan ayrı yerdədir. Yəni deyək ki, başqa şəhər, başqa ölkəyə də uzaq yolu var o insana. Həm o insanın gəlişi ola bilər ya da ki, o gəlmə planları ola bilər ay boyu ki, onu həll etməyə çalışırsınız. Bu sizin tərəfinizdən də ola bilər ki, ancaq siz istəyə bilərsiniz getməyə. Yəni birləşmə durumu, distansiyadan birləşmə durumu da baş verə bilər. Deməli, işinizdə və ya təhsilinizdə burada od ünsüründən olan insanlardan vacib məsələlər gələ bilər. Od ünsüründən olan insanlar qoç, şir və ox atan ola bilər. Yəni belə insanlardan siz hər hansı bir problem ya da vacib məsələ ala bilərsiniz. Bu özünüzsünüzsə həm öz etdiklərinizə diqqət yetirin, yəni öz addımlarınıza, öz dediklərinizə. Əgər bu, yəni bu təkcə sizin özünüzə də aid deyil, yəni sizin ünsürünüzdən olan da insan çıxa bilər qabağınıza. Deyək ki, siz şirsiniz, qabağınıza qoç çıxır, yəni sizin ünsürünüzdür. Həm özünüzə diqqət yetirin, çünki sizin addımlarınız, sizin etdikləriniz də vacib olacaq. Həmçinin də o insana diqqətli davranın ki, problem olmasın. Deməli,
Maddiyyatda burada sizdə deməli biraz yetərsizlik durumu ola bilər. Yetərsizlik nə barədə? Yəni aldığım yetərli deyil mənə, ya da ki daha çoxunu istəyirəm, amma ala bilmirəm və o baxımdan bir yoxsunluq hissi yarana bilər. Yəni misal üçün müqayisə edirsiniz, yəni müqayisə edərkən başqa insanla o məndən daha yaxşıdır, ya da o birisi məndən daha üstündür. Niyə mən onun səviyyəsinə çata bilmirəm, ya da niyə onda çoxdur, məndə azdır. Yəni belə fikirlər yarana bilər. Həmçinin də burada sağlamlığa xərclənən bir pul da ola bilər. Diqqət yetirin, əl, qol, ayaq, yəni belə şeylərə diqqət yetirin. Çünki əl, qol, ayağa xərclənən bir pul ola bilər. Yəni bəzi insanlarda bu aktual olacaq. Həmçində dediyim kimi bəzi insanların sizdən maddi yöndən üstün olmağı sizə toxuna bilər. Yəni ya qabağınızda xərclənən bir pul ola bilər, ya da özünüz görə bilərsiniz bunu və bu sizə biraz toxuna bilər. Niyə məndə yetərincə deyil, ya da ala bilmirəm yetərincə. Həmçinin hər hansı bir pul gözləyirsünüzsə, yəni borcun istəmişdinizsə, borc ya da hansısa pulların ödənilməsi, bunlar alınmaya bilər. Yəni ay boyu bununla bağlı problemlər yaşaya bilərsiniz. Yəni gedib özünüzü biraz necə deyərlər, həmin o yerlərə gedərkən ya da istəyərkən özünüzü biraz alçaldılmış hiss edə bilərsiniz. Yəni burada alçaldılma durumu aktual ola bilər maddiyyatda. Ona görə diqqətli olun. Deməli, ay boyu torpaq olan, yəni torpaq ünsüründən olan insanlara diqqət yetirirsiniz. Deməli, torpaq ünsüründən olan insanlar deməli qız, boğa və oğlaq ola bilər və həmçinin də deməli öz evladlarınıza, yəni yaşca böyük insansınızsa evladlarınıza diqqət yetirirsiniz. Özünüz cavansınızsa burada həyat yoldaşınıza da, həyat yoldaşınız varsa təbii ki, həyat yoldaşınıza diqqət yetirirsiniz və ailədən olan insan ola bilər, həm həyat yoldaşı ola bilər, həm də ki, misal üçün bacı qardaş varsa, yəni belə insanlara da diqqət yetirirsiniz. Yəni onlarla olan məsələlər aktual ola bilər. Xüsusən də qardaşınız varsa, bu qardaş məsələsi ola bilər. Yəni qardaşınız varsa, həmçinin də həyat yoldaşı. Deməli, burada ay boyu maddiyyatda sizi gözəl hadisələr gözləyə bilər. Maddiyyatda deməli hər hansı bir yaxşı xəbər ala bilərsiniz. Həmçinin də hər hansı bir xərcləmə olduqda belə o xərcləmə sizə gözəl gələcək, yaxşı gələcək. Yəni xeyir işlərə deyirik, xərcləyəsən. Yəni belə bir durumlar yarana bilər ki, hansıda ki, xeyir, yaxşı işlərə xərcləyirik pulu. Həmçinin də burada misal üçün ananız varsa, ananıza xərclənmiş bir pul ola bilər. Yəni ana və ya həyat yoldaşınıza xərclənən bir pul da ola bilər. Həmçinin də belə bir insanlardan siz maddiyat götürə bilərsiniz. Yəni maddi dəstək belə insanlardan sizə gələ bilər. Həmçinin də bu sizdən yaşca böyük bir xanımla da əlaqədar ola bilər. Yəni yaşca böyük bir xanım sizə maddi dəstək göstərə bilər. Deməli, həmçinin qeyd etmək istəyirəm ki, deməli həm maddi məsələlər yaxşı, gözəl olacaq. Həmçinin də ay boyu belə bir şey aktual olacaq ki, hansısa rəsmi işlər, rəsmi hansısa müraciətlər aktual olacaq, ya da rəsmi işlərin həll olunması ilə bağlı hansısa müraciətlər, hansısa məsələlər aktual olacaq. Həmçinin də çoxlu yazışmalar, yəni cavan insanlarda, kim ki çoxlu mesajlaşır, bunlar daha da aktual olacaq. Yəni siz daha çox istəyəcəksiniz danışıq qurasınız internet üzərindən, onlayn üzərindən, ya da çoxlu belə xəbərlər oxuyacaqsınız, çoxlu mesajlaşacaqsınız, yazışmalarınız olacaq. Yəni belə şey də aktual ola bilər. Deməli, şəxsi həyatınızda burada görüşlə bağlı olunan hansısa problemlər ola bilər. Yəni görüşlə bağlı ya istədiyiniz insanla heç
heç cürə görüş baş verməyə bilər. Yəni istəyirsiniz, amma alınmır. Həmçinin də görüş zamanı hansısa problem yaşaya bilərsiniz. Misal üçün görüş baş verir, hər şey gözəldir, amma birdən görüş zamanı hansısa narahatçılıq problemi alırıq. Yəni bu şəxsi həyat üçün aktualdır. Həmçinin də heç cürə istədiyim şəxslə rastlaşıb görüşə bilmirəm. Yəni qarşıma çıxmır belə istədiyim insan. Bu da aktual ola bilər. Kim ki yalnızdır, kimin ki ilişkisi yoxdur. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, burada əgər siz təksinizsə və istədiyiniz, yəni heç cür problemli bir ilişkiniz yoxdursa, burada sizə tövsiyə olunur ki, rəsmi yerlərə daha çox getginə, rəsmi yerlərdən ya da maddiyyatla əlaqədar yerlərdən yaxşı bir ilişki ala bilərsin. Yəni belə şeylərə diqqət yetirin. Həmçinin də belə bir şey ola bilər ki, bəzi insanlar üçün bu cüzi bir faiz insanlar üçün aktual ola bilər. Belə bir şey baş versin ki, deməli həyatımda deməli rəsmi yerlərlə ya da ki çoxlu gündəlik şeylərlə bağlı çoxlu məsələ, problem yaşadığıma görə şəxsi həyatım ikinci plana gedir. Yəni bu da aktual ola bilər. Həmçinin də hava ünsüründən olan insanlara diqqət yetirirsiniz. Hava ünsüründən deməli əkizlər, Doğuça, Tərəzi ola bilər. Həmçinin də bu insan deməli yaşca böyük ola bilər. Həmçinin də bu insan vəzifəli ola bilər. Yəni sizdən üstün məqam tuta bilər, vəzifə tuta bilər. Belə insanlara diqqət yetirirsiniz ay boyu. Çalışın davalaşmayın, çalışın problem yaratmayın. Çünki ay boyu sizdə burada əsas mövzulardan biri ola bilər, deməli dava. Yəni konfliktləşmə, söz soxma, söz sizə soxulur, siz söz soxursunuz ya da ki belə bir şey də ola bilər ki, hansısa sizə çox da xoşunuza gəlməyən bir xəbər gələ bilər. Çünki burada sözlü hansısa narahatçılıqların baş verəcəyi bir ay ola bilər. Buna görə diqqətli olun, yəni çalışın bu ay konkret sözlərinizə diqqət yetirin ki, davalar olmasın, konfliktlər olmasın.